Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Trigonometrik tənlər mövzusunun ikinci bölümü ilə mövzu izah videomuza davam edirik. Verilmiş parçada köklərin tapılması. Bu tip suallar şagirdlər trigonometrik tənlər mövzusunun topuldakı suallarında ikinci alt başlıqda olan suallardır. Bir neçə, onlarca buna sual var. Deyir ki, verilmiş parçada kökləri tapmaq üçün K-ya tam qiymətlər vermək lazımdır. Yəni K-ya tam qiymətlər verəcəyik. K daxildir, Z ona görə yazılır. Yəni mənfi sonsuzluqdan başlayaraq istənilən qiyməti verə bilərsiniz, belə desək. Amma ki, minimum mənfi 3, mənfi 2, mənfi 1, maksimum 0, 1, 2, 3, 4, 5, 6 bu formada qiymətlər verəcək. Yəni sonsuz sayda K tam ədədi var deyə onların hamısını verə bilmərik. Müəyyən parça verəcək, o parçadakı köklərin sayını tapacağıq və yaxud da o parçaya düşən kökləri tapacağıq. Birinci sualımız. 3 kosinus kvadrat topla 7 kosinus x. Gördüyünüz kimi bu əvəz etmə tipli sualdır. Xatırlayırsınızsa buna aid mövzu vermişik. Kosinus x bərabərdir t əvəzləməsi edib. 3t kvadratı topla 7t topla 4 bərabərdir 0. İstəsəniz bunu diskriminantla, istəsəniz çarpaz hasillərlə vuruqlarına ayırıb kökləri taparsınız. Məqsəd kökləri tapmaqdır. Kökləri tapaq. Diskriminant bərabərdir b kvadratı, yəni 49. Minus 4 vurulsun, 3 vurulsun, c 4. 48, 49, 48, 1 elədi. x1, x2-nin üstün bilirsiz də mənfi b plus minus kök altında d böl 2a. Mənfi 7 plus minus kök altında diskriminantdan 1 çıxacaq. 2 vur 3, 2 vur a. Deməli, köklərimiz olacaq mənfi 7 plus, belə deyəkmi? Bir kökümüz olacaq mənfi 6 böl 6, yəni mənfi 1. Digər kökümüz olacaq mənfi 8 böl 6, mənfi 4 böl 3. Yəni kökləri tapdıq. Hərə bir üsulla kökləri tapsın. Hər halda bir 10-cu sinif şagird diskriminantı həll edə bilir. Gətirib əvəz etməyi də yerinə qoymalıyıq. Kosinus x bərabərdir mənfi 3-də 4, həlli yoxdur. Çünki mənfi 4 böl 3 mənfi 1-dən kiçikdir. Kosinusda mənfi 1-dən kiçik olanda, 1-dən böyük olanda həlli yoxdur. Kosinus x bərabərdir, ikinci t-nin qiyməti mənfi 1-dir. Mənfi 1 xüsusalıdır. Xatırlayırsınızmı kosinusun mənfi 1 xüsusalı? Pi topla 2pk. Tənliyi həll elədik. Məsləhət görürəm ki, açar söz kimi qeyd edə bilərsiniz və yaxud da yadda saxlayın ki, aralığı hər zaman dərəcə ilə ifadə edin. Bizdə zaten aralıq dərəcə ilə verilibdir. Tapdığınız cavabı da dərəcəyə çevirsəniz daha rahat olarsınız və t-ni qısa eləməlisiniz. Radiyanla işləmək biraz çətin və yaxud da yorucudur. 180, yəni pi, topla 2pk, yəni 360k. Bunlar toplamaq olmaz. Yəni 180 ilə 360k toplanmır. İndi k-ya qiymətləri veririk. Şagirdlər, mən hər zaman k-ya qiymət verəndə sıfırdan başlayıram. Müsbətlərə doğru qiymət verirəm, sonra keçirəm mənfilərə. K-ya 0 verəndə olacaqmı? X bərabərdir 180 topla 360 vur 0. Eləyir 180. 180 bu parçaya düşürmü? Bəli, bu parçaya düşür. Elə cavab 180-dir. Bu parçada kökünü soruşur. Bəs k-ya 1 versəydik nə olardı? K-ya qiymətləri böyüdürəm. K-ya 1 verəndə cavab olacaq 180 topla 360 vur 1. Gördüyünüz kimi bu eləyəcək 540. 540 o parçaya düşmür. K-ya 1 verəndə düşmürsə 2 versək heç düşməz. Sonra keçirəm mənfilərə. Mən bilirəm, cavabı tapmışam. Sadəcə k-ya qiymətlər vermə vərdişi yaratmaq istəyirəm. Keçirəm mənfilərdən. K-ya mənfi 1 verirəm, sonra mənfi 2, sonra mənfi bu formada gedirəm. K-ya mənfi 1 verəndə olacaq 180, üstə gələk 360 vur mənfi 1. Cavab olacaq mənfi 180. Mənfi 180 bu parçaya düşürmü? Xeyr. Deməli, o parçaya düşən kökü yalnızca 180-dir. Başqa sual işləyək. Tangens x bərabərdir kökdə 3. Tangens x bərabərdir kökdə 3. Mən sualın nə kökdür? X bərabərdir kökdə 3 alır 60 dərəcədə pi böl 3. Tangensin dövrü həmişə pk-dır. Məsləhət görürəm ki, nə demişdim? Verilən parçanı həmişə dərəcəyə çevirin. Bizə verilən parça mənfi 90 0 parçasıdır. Tapdığımız cavabı da dərəcəyə çevirin. Pi böl 3, yəni 60, topla pk, yəni 180k. Tamam. Deməli, bizim kökümüz bəllidir, verilən parça bəllidir.
Hər zaman nə dedik? Mən hər zaman K'ya sıfırdan başlayıram qiymətlər verməyə. Böyle gedirəm. K'ya sıfır verəndə cavab olacaq 60 topla 180 vur 0. Yəni elə də 60. 60 bu parçaya düşür. Xeyr. K'ya 1 versəm heç düşməyəcək də. Şifahi də verə bilərsiniz. K'nı getdikcə böyüdürəm. 0, 1, sonra 2. 180 vurulsun 1. Eləyəcək 240. Vapşı düşməyəcək o parçaya. Yəni artıq K'ya 2, 3 verməyə dəyməz. K'ya -1 versək bəlkə düşəcək. X olacaq 60 üstə gələk. 180 vurulsun -1. -180 bu da 60. -120. Bu parçaya düşürmü? Xeyr, düşmür. Yəni -2 versəm yenə düşməyəcəkdir. Yoxlamaq üçün, vərdiş yaratmaq üçün K'ya -2 verirəm. 60 üstə gələk. 180 vur, -2, -540 o da 60, -480 yenə o parçaya düşmədi. Deməli belə çıxır ki, K'ya biz müsbət qiymətləri verdikcə, böyütdükcə o parçaya düşmədi. Mənfi qiymətlər verib kiçildikcə o parçaya düşmədi. Deməli bu tənliyin kökləri var. Bax bunlar hamısı 60, 240, -120, 480. Bunlar hamısı tənliyin kökləridir. Bu parçaya düşən kökü yoxdur. Bu tənliyin sonsuz sayda kökü var. K'ya sonsuz sayda qiymətlər verərəm, gedər. Bu tənliyin sonsuz sayda kökü var. -90 ilə 0-ın arasında düşən kökü yoxdur. Cavab olacaq, yoxdur. O parçada kökü yoxdur. Başa düşdünüz? Davam eləyək. Sinüs kvadratı px var, kosinüs px var. Sinüs kvadratı px, kosinüsə getmək olar da. Sinüs kvadratı topla kosinüs kvadratı 1 deyilmi? Sinüs kvadratı px üstə gələk kosinüs kvadratı px hər zaman 1'ə bərabər deyilmi? Sinüs kvadratı topla kosinüs kvadratı. Bucaqları eyni. İkisində də bucaq px. Onda sinüs kvadratı px bərabərdirmi? 1 minus kosinüs kvadratı px. Aparaq sinüs kvadratı px'in yerinə qoyaq nə? 1 minus kosinüs kvadratı. Sual ancaq kosinüsdən asılı hala gəlsin. Sonra kosinüsə t deyək, əvəz etməklə həll edək. Kökdə 3 kosinüs px üstə gələk. Sinüs kvadratı px'in yerinə qoydum. 1 minus kosinüs kvadratı px bərabərdir 1'ə. Görünən odur ki, bu 1, o bir sayfa keçəndə islah gedəcək. Kosinüs px'ə t deyək ki, həyəcanlanmayasınız. Kökdə 3 vur t, çıx t kvadratı bərabərdir 0'a. -1'ə vururam t kvadratı, çıx kökdə 3t. Nə vaxt kvadrat tənlikdə t kvadratın qabağında mənfi gördünüz, mənfiyə vurub sadələşdirin. Hər tərəfi mənfiyə vurdum, 0-da mənfiyə vuranda 0 eləyəcək. Sərbəst həddi olmayan kvadrat tənlikdir də bu, hə? Sərbəst həddi olmayan kvadrat tənlik hər zaman necə həll edilir? Ortaq vuruq çıxartmaq hasil formasında göstərməklə. Hasil formasında göstərdik, hasil 0'a bərabərdirsə, hər birini ayrı-ayrılıqda 0'a bərabər elədim. T oldu 0, bir də t oldu kökdə 3. Nəyə t demişdik? Kosinüs px-ə. Əvəz etmədə gətirib yerinə qoyaq. Kosinüs px bərabərdir 0. Bir də nəyə t demişdik? Kosinüs px bərabərdir kökdə 3. T'nin bu qiymətini, bir də bu qiymətini aparıb əvəz etmədə yerinə qoyduq. Başlayaq indi həll eləməyə. Bu pi plus x deyil ki, çevirmə düstəkdə gəlir. Bu pi vur x-dir. Argumentdir. Bu kosinüsün argumentidir. Olduğu kimi köçürdürəm. Px bərabər deyir. Kosinüsün 0 xüsusi hala. 0 xüsusi halı necədir kosinüsdə? Pi böl 2 topla pi k idi. Düzdür? Hər bir həddi pi'yə bölək. Olar. Pi'yə bölmək nə deməkdir? 1 böl pi'yə vurmaq deməkdir. X bərabərdir. Bunu pi'yə böləndə 1 böl pi'yə vuranda 2'də 1 qalacaq. Pi k'nı pi'yə böləndə sadəcə k qalacaq. Aydın oldu. Bu birinci tənliyimiz. İkinci tənliyimiz px bərabərdir. Kökdə 3 kosinüs kökdə 3, bu kökdə 3 vahiddən böyükdür. Kökdə 3 vahiddən böyük olduğuna görə kosinüsün bu həlli yoxdur. İndi -2, 3 bizə verdiyi aralıq -2, 3 yarım intervalında həllərinin cəmini soruşur. Hatırlıyorsunuz K'ya qiymətlər verməyi? Başlayaq. Həllərinin cəmi. K'ya mən hər zaman necə öyrətmişdim? 0'dan başlamaq şərti ilə müsbətlərə verək, sonra mənfilərə keçir. K'ya 0 verəndə burada
Ancaq burada K'ya 0 verəndə x olacaqmı? 2'də 1 topla 0. Elədi 2'də 1. 2'də 1 bu parçaya düşür. Bəli, götürdük. 2'də 1 bu parçaya düşür. O aralıqdadır. K'ya 1 verəndə 2'də 1 topla 1. Elədi 1,5. Bəli, 1,5 bu parçaya düşür. Mənfi 2 ilə 3'ün arasındadır. K'ya 2 verəndə x olacaq. 2'də 1 topla 2. O da olacaq 2,5. Bəli, 2,5 o parçaya düşür. K'ya 3 verəndə bilirəm düşməyəcək. Göstərmək istəyirəm. Olacaq 3,5. 3,5 o parçaya düşmür. Mənfi 2, 3 parçasına aralığına düşmür. Müsbətlər qurtardı. Qayıdıram mənfilərə. K'ya mənfi 1 verəndə x olacaqmı? 2'də 1 üstə gələk mənfi 1. Eləyəcəkmi? Mənfi 0,5. Mənfi 0,5 o parçaya düşür. Mənfi 2 ilə arasına düşür. Sonra K'ya mənfi 2 verəcəm. X olacaqmı? 2'də 1 üstə gələk mənfi 2. Olacaqmı? Mənfi 1,5. Mənfi 1,5 o parçaya düşür. Düşürmü? Bəli, düşür. K'ya mənfi 3 verəndə bunlar ikisi də şagird. K'ya mənfi 3 verəndə x olacaqmı? 2'də 1 üstə gələk mənfi 3. Düz dedim? Bəli. O da olacaq mənfi 3 plus 0,2. Mənfi 2,5. O parçadan kənara çıxdı. Mənfi 2'dən kənara çıxdı. O parçaya düşmədi. Soruşur ki, həllərinin cəmini tapın. Bax, indi bunları cəmləyəcəksiniz. Bunları cəmləyən zaman rəhlədiyim hissələri cəmi 1,5'dən mənfi 1,5 gedəcək. Birinci 2'də 1 var. O 0,5 deməkdir də. 0,5'dən 0,5 gedəcək. Qalacaq 2,5. Demək, bunlar cəmləyəndə bu buna aparacaqdır. Bu buna aparacaqdır. Qalacaq bilən 2,5. Cəmi olacaq 2,5. Texnik səhv varsa yorumlara yazarsınız. Növbəti trigonometrik tənlik. Hatırlıyorsunuzsa sinus x, kosinus x çoxlu nümunələr işləmişik. 2'də 1 sinus 2x. Ne zaman bu hasili görsəniz yerine o üstürü qoyacaqsınız. Sinus x, kosinus x. 8 vurulsun. 2'də 1 sinus 2x. Sualın davamını köçürdü. Kosinus 2x, kosinus 4x. Gördüğünüz kimi təzədən yenə o düstur yarandı. Sinus 2x, kosinus 2x. Sinus alfa, kosinus alfa necə idi? 2'də 1 sinus 2 alfa. 8 vuraq. Deməli, növbəti dəfə yenə tətbiq eləyəndə yenə 2'də 1 sinus 2 alfa, yəni 4x olacaqdır. Sualın davamını köçürdü. Davamında kosinus 4x var. Təzədən sinus 4x, kosinus 4x aydın oldu mu? Təzədən bu da yığılacaq hara? Deməli, bu 4'də 1, bu 2'də 1'lər vuruldu, 4'də 1 oldu. Yəni, təzədən bu da olacaqdı 2'də 1 sinus 2 alfa, yəni 8x. İkimiz. Hər dəfə bucaq 2 dəfə böyükmü? Bərabər deyir 1'ə. Gördüyünüz kimi 8, 4 vurulsun 2 ilə ixtisar gedəndə elə heç nə qalmayacaq. Sinus 8x bərabərdir 1, 1 xüsusi haldır. Sinusun 1 xüsusi halı pi bölü 2 topla 2 pi k'dır. Buradan hər tərəfi 8'ə bölmək. 8'ə bölmək 8'də 1'ə vurmaq deməkdir. Pi bölü 2'ni 8'ə böləndə pi bölü 4 qalmır. 8'də 1'ə vurursan pi bölü 16 üstə gələk. 2 pi k'nı 8'də böləndə pi k bölünsün 4 qalır. Sıfır parçasında bizə verdiyi parçaya baxın, 0,90 parçası. Tez onu nə edirdik? Dərəcəyə çevirdik. 0,90 parçasında neçə kökü var? 188'ə bölünəndə 184'ə bölünəndə 45 düşür. 8'ə bölünəndə 22,5 düşür. 16'ya bölünəndə 22,5'in yarısı. 11,25 düşür. Onda yazacağım ki, tənliyin kökü olacaq belə bir şey. X bərabərdir 11,25 topla pi bölü 4 k. Yəni 45k. 180'i 16'ya düz mü vurdum? 180'i 16'ya düz böldük. 11,25 düz. İndi k'ya qiymətlər verib yoxlayaq.
o parçaya düşənlərin neçə kökü var? Şagirdlər, diqqətinizi bir şeyə yönəldim ki, neçə kökü var tipli suallar biraz daha təhlükəlidir. Neçə kökü var? Yəni, variantlar belədir də, 1, 2, 3, 4, 5. Yəni, 1 tapsan variant var, 2 tapsan variant var, 3 tapsan variant var, aydındır. Yəni, şagird səhv elədiyini bilmir. Kökləri cəmini soruşanda, köklərdən birini səhv taparsansa, cəmləyəndə görürsən variantlarda yoxdur. Amma sayt çox təhlükəli sualdır ki, neçə tapsan variantlarda olacaq. K-ya hər zaman hardan başlayırdıq? Sıfırdan başlayırdıq. K-ya 0 verəndə x olacaq 11,25 topla 45 vur 0. Elədir 11,25. 11,25 o parçaya düşür. Dairəyə aldım. K-nı saymırsınız. Alınan x-ləri sayırsınız. K verəcəyin qiymətdə x-ləri sayırsınız. K-ya 1 verəndə olur 11,25 üstə gələk 45 vuraq 1. 45 ilə 11 eləyər 56. 56,25 o parçaya düşür. 0 ilə 90 arasında düşür. K-ya 2 verəndə x olacaq 11,25 topla 45 vur 2. 45 vur 2 90 ilə 90 arasında 11 gələndə 101 tam neysə deməli o parçaya düşmədi. 0 ilə 90 arasında düşmədi. Bunu atıram. Da K-ya 3 versəm daha da böyük qiymət alınacaq deyə yoxlamağa dəyməz. Desəm K-ya mənə 1 verək yoxlayaq mı? Yenə dəyməz. Düşməyəcək. Çünki 11,25-in üzərinə 45-i mənfi 1-ə vurub gələndən sonra 45-dən 11-in çıxın, 5-dən 1-in 4, 34, 33,75 özü də mənfi ilə alınacaq. Bizim də aralığımız müsbət aralıqdır. Yenə o parçaya düşmədi. Deməli, o parçaya düşən neçə kökü var? 2 kökü var. 2 kökü var. K-nı saymırsınız. Alınan x-in nəticələrini sayırsınız. K-nı heç vaxt saymazlar. Heç vaxt. Növbəti növ trigonometri tənliklərə başlayırıq. Bir cins trigonometri tənliklər. Bir cins trigonometri tənliklər gətirilən tənliklər. Bəli. Bir cins trigonometri tənliklər gətirilən tənliklər. A sinus topla B kosinus. Bu tip suallar yəqin ən böyük qiymət, ən kiçik qiymət tapılmasında dəfələrlə qabağınıza çıxırdı. Bu bərabərliyin sağ tərəfində 0 veriləndə hər bir həddi sinus x-ə yaxud kosinus x-ə bölməklə bir cins trigonometri tənliyə, yəni tangensiya da kotangensiya getmək olar. Nümunə verəcəm. Və yaxud da A sinus kvadratı, B sinus kosinus, kosinus sadəcə kosinus kvadratı. Və yaxud da burada əmsal da ola bilər, C də ola bilər, fərqi yoxdur. Sağ tərəfdə 0-dırsa, ya sinus kvadratı ya da kosinus kvadratına bölürsən, yenə bir cins tənliyə gətirilib çıxarıla bilir. Tamam. Deməli, burada hər bir həddi kosinus x-ə bölək. Olacaq sinus x böl kosinus x çıxaq kökdə 3 kosinus x böl kosinus x. Əlbəttə kosinus x-lər ixtisar getdi. Qaldı sinus x böl kosinus x. Onda bunun yerinə tangens x yazmaq olar. Burada da kökdə 3 qaldı. Kökdə h keçdi sağ tərəfə. Tan x bərabərdir kökdə 3-ə. Tangensin xüsusi hal olmur da. Kökdə 3 alır. Tangens kökdə 3 60 dərəcədə alır. Pi böl 3 topla dövrü də pi qalır. Tənliyi həll elədim. Pi böl 3 topla pi qalır. Hər tərəfi sinusa da bölə bilərsiniz. Yenə də eyni şey alınacaq. Mən ancaq həmişə kosinusa bölürəm. Deməli, sağ tərəfi 0-dırsa bölmək olar. Bir cinsin sağ tərəfi 0-dırsa bölmək olar. Bir cinsə getmək olar. Hər bir həddi kosinus kvadratı x-ə bölək. Sinus kvadratı x böl kosinus kvadratı x. Çıx 4 sinus x kosinus x böl kosinus kvadratı x. Üstə gələk 3 kosinus kvadratı x böl kosinus kvadratı x. Hər bir həddi kosinus kvadratı x-ə böldüm. Sinus kvadratı böl kosinus kvadratı nə verir mənə? Tangens kvadratı x. Çıxaq. Bu kosinus x-in surətdəki kosinus x-in bu kvadratla biri gedəndə 4 vuraq. Sinus x böl kosinus x qalar. Yəni tangens x. Üstə gələk 3. Burada kosinus kvadratı x-də getdi. Gördüyünüz kimi tangens x-i əvəz etməklə həll eləyəndə kvadrat tənliklə t kvadratı çıxaq. Yəni 4t topla 3. Viet teoremindən də bunun köklərini tapmaq olar. Bir kökümüz cəmi 4, hasili 3. 1-dir, o bir kökümüz 3-dür.
1-lə 3-ün cəmi 4, 1-lə 3-ün hasili 3. Əvəzətmədə yerinə qoyaq. Tangent x bərabərdir 1, bir də tangent x bərabərdir 3 tənliyini həll edəcəyik. Tangent x bərabərdir 1, 1-i nə vaxt alır? 45 dərəcədə topla pi k. Tangent x bərabərdir 3 tənliyin həlli var. Bəli, sinusla kosinusda vahiddən böyük olanda həlli yoxdur. Həmişə həlli var. Sadəcə cədvəldə yoxdur deyə arc tangent 3 topla pi k kimi saxlayırıq. Variantlarda bu hər ikisi verilməsi lazım. Növbəti birinci trigonometrik tənliyə gətirilənlərə baxırıq. Yenə o a sinus topla b kosinus tipli suallar da bu tərəf sağ tərəf 0 deyil. Bərabərin sağ tərəfi sərbəstdir. Onu kosinus'a və sinus'a bölmək olmaz. Bu tip sualları deyil həll etmək üçün diqqətlə oxuyaq. Bu tip sualları köməkçi arqument daxil etmə üsulu ilə həll edəcəyik. Xatırlayaq, köməkçi arqument daxil etmə üsulu bunun üçün hər bir həddi kök altında a kvadratla b kvadratına bölürük. Yəni ən böyük qiymətinə. Xatırlayırsınız? A bölünsün kök altında a kvadratla b kvadratı ədədini sinusla ifadə edirik. B bölünsün kök altında həmin ən böyük qiymət ədədini sinusla yaxud da kosla ifadə edilində toplama düsturuna, sinus alfa plus betanın ya da kos alfa betanın düsturuna gələcək. Deməli, üzərindən özət keçirəm. Deməli, bərabərliyin o birinci trigonometrik tənliyə gətirilən tipli tənliklərin bərabərliyin sağ tərəfi sıfırdırsa sinusla kosinusla bölüb həll edə bilərsiniz. Sağ tərəf sərbəstdirsə yalnız və yalnız köməkçi arqument. Hər tərəfə kvadrat yüksəlmək də olmaz, ancaq köməkçi arqument daxil etmək üsulu. Köməkçi arqument daxil etmək üsulunu xatırlayıram, bunu daha əvvəl keçmişik. Hər bir həddi ən böyük qiymətinə, yəni kök altında a kvadratla b kvadratına bölürük. Bu zaman alınan əmsalları, bax qayda görün nə deyir? Alınan əmsalları sinus yaxud da kosinusla əvəz edirik. Alınan əmsalları sinus yaxud da kosinusla əvəz etdikdə toplama düsturlarına gəlib çıxır. Sinusun ya da kosinusun toplama düsturlarına alınacaq. Dediklərimizi indi bizə yerinə yetirəcək. Xatırlayırsanızsa bunun qabağında 1 var. Deməli bizim a'mız 1-dir. A-la b sinusla kosinusun əmsallarıdır da b-imiz kökdə 3-dür. Onda bir ifadənin ən böyük qiyməti xatırlayırsınızmı? Kök altında a kvadrat topla b kvadratıdır. Kök altında 1-in kvadratı topla kökdə 3-ün kvadratı. 3, 4 eləyəcək 2. Deməli, əmsalları 2-yə böləcəm. 1 böl 2 sinus x. Sinusun qabağındakı 1-i böldüm. Üstə gələk kök 3 böl 2 kosinus x bərabərdir. Bərabərliyin sağ tərəfində bölməliyəm də. Bərabərliyin sol və sağını bölməliyik ki, heç bir dəyişiklik edilməsin. Böləndən sonra alınan bu əmsallar sinusla kosinusla yazmalısan ki, toplama düsturu alınsın. Misal üçün, bu birinci 2/1-in yerinə kosinus 60 yaza bilərəm. Bıraq sinus x. Üstə gələk. Bu kökdə 3 böl 2-nin yerinə sinus x kosinus 60. Kosinus x sinus 60 yaza bilərəm də. Sinus 60 vur kosinus x. Yəni toplama düsturu almağa çalışırsan da fikir verin. Sinus x kosinus 60, kosinus x sinus 60. Sin kos kosin. Bu nəyin düsturuydu? Sinus alfa topla betanın düsturu. Yəni x plus 60-ın açılışı. Bərabərdir 2/1. Bərabərliyin sağ tərəfinin 2/1 olması bu demək ki, xüsusi hal deyil, ümumi haldır. Sinusun ümumi halını xatırlayaq. X plus 60 bərabərdir. Mənfi 1 üstü k arc sinus a topla pi k. Mənfi 1 üstü k arc sinus 2/1 nə vaxt alır? 30 dərəcədə topla pi k. X bərabərdir mənfi 1 üstü k vur pi bölü 6. 60'ı sağ tərəfə keçdik. Çıx 60'ın yerinə pi bölüsü yazıram. Topla pi k. Bu da oldu bunun həlli. Bu formada da qalır. Da burada pi bölü 6'dan pi bölü 3 çıxa bilmirik. 60 pi bölü 3 deməkdir. Sağ tərəfə keçdim. İşarəsi dəyişdi. Sonra sinüs x kosinüs x bərabər. Bu da topluda var. Desin toplama işarəsi olanda bu formada topluda var. Yenə köməkçi arqument düsturu. Burada sinüsün qabağında 1 var. Burada kosinüsün qabağında 1 var. Deməli A da 1'dir, B də 1'dir. Ən böyük qiymətimiz kök altında 1'in kvadratı A kvadrat topla B kvadrat. Deməli kökdə 2-dən böyük qiymətimiz. Hər bir əmsalı kökdə 2-yə böləcəm. 1 böl kökdə 2 sinusun qabağındakı 1'i böldüm, çıxaq. Kosinüsün qabağındakı 1'i böldüm. Bir də bərabərliyin sağ tərəfində kökdə 2'yə bölməliyəm. Hər bir həddi bölməliyəm. 1 böl kök 2, kök 2 böl 2 deməkdir, yəqin bilirsiniz. Qoşmasına vuranda. Bu da 2'dir. 1 böl kökdə 2
Varmış onunla kosinüs x yoxa çıxır. 1 bölü kökdə 2 bölü 2 deməkdir. Over kosinüs x qalıb yerində. Bu da 1 elədi. Bax, kökdə 2 bölü 2-nin yerinə sinüs 45-də qoya bilərsən, kosinüs 45-də qoya bilərsən. Sinüs 45 qoysan belə olacaq. Sinüs x sinüs 45, kosinüs x kosinüs 45. İşarəsini dəyişəndə şeyin üstü olur, kosinüsün üstü olur. Bəs belə eləsək, bu kökdə 2 bölü 2-nin yerinə kosinüs 45 qoyaq. Kosinüs 45, vuraq sinüs x qalsın yerində. Bu kökdə 2 bölü 2-nin yerinə sinüs 45 qoyaq. Onda sinüsün üstü alacaq da. Kosinüs x bərabərdir belə. Sinüs x kosinüs 45 çıx, kosinüs x sinüs 45. Hasildə vuruqların yerini dəyişə bilərlər. Bu sizi çaşdırmaz. Qabaqda kosinüs olması sizi çaşdırmaz. Sinüs x kosinüs 45, kosinüs x sinüs 45. Olacaq sinüs alfa çıx beta, yəni x çıx 45 bərabərdir 1. Sağ tərəf 1 xüsusi haldır. Onda x çıx 45 bərabərdir. Sinüsün 1 xüsusi halı pi bölü 2 topla 2 pi k'dır. X bərabərdir pi bölü 2. 45-i sağ tərəfə keçid olacaq müsbət 45. 45-i də belə pi bölü 4-dən yaza bilərəm. Topla 2 pi k. Nəticə etibarilə ortaq məxrəc 4-dür. 4-dən 2. 3 pi bölü 4 topla 2 pi k kimi cavab gələcəkdir. Eyni adlı trigonometrik funksiyaların daxil olduğu təyinlər. Yəni bunu öyrənməyə də bilərsiniz. Çox vacib düsturlar deyil. İşinizi rahatlaşdırmaq məqsədilə dediyimiz bir şeydir. Sinüs x, sinüs y. Hər tərəfi sinüsdə arklasam, arc sinüs sinüs. Bax, bunu da qabağına arc yazsam, olacaq arc sinüs sinüs. Arc sinüs sinüs, bu x deməkdir də. Bunu da qabağına arc sinüs yazsam, arc sinüs sinüs y, o da y deməkdir. Yəni demək istəyirəm, sanki sinüslər atılır. Bəs niyə mənfi 1 üstü y qalır? Çünki mənfi 1 üstü n ona görə qalmalıdır ki, sinüsdə həmişə qalırdı da, o xatırlayırsa. Sinüsün ana düsturu necə idi? Mənfi 1 üstü k, arc sinüs a topla pi k. Yəni sinüslər atılır, x bərabərdir y yox, x bərabərdir mənfi 1 üstü n vuraq y topla pi k. Kosinüslər atılır, kosinüsün ana düsturu plus minus idi xatırlayırsa. Plus minus arc kosinüs a topla 2 pi k. Kosinüslər atılır, plus minus x bərabərdir plus minus y topla 2 pi k. Tangeslər atılır, x bərabərdir y topla pi k tangesin dövrüdür. Kotangeslər atılır, y topla pi k kotangesin dövrüdür. Burada gözləyirik ki, pi bölü 2 olmasın, çünki tangens pi bölü 2-də təyin olmayıbdır. Kotangens 0-da və 180-də təyin olmayıbdır. Və onların bisillərində təyin olmayıbdır. Belə. Yəni, bu necə həll olunacaq? Sinüslər atılacaq. X bərabərdir pi bölü 8 yox. Mənfi 1 üstü k-nı unutma. Mənfi 1 üstü k pi bölü 8 topla pi k. Sözcüğü bir yerdə qalacaq. X-lər atılacaq. X bərabər olacaq. Plus minus kosinüslər atılacaq. Pi bölü 9 topla 2 pi k. Belə suallarda istifadə olunacaq. Və nəhayət son dərsin sonuna gəldik. Topluda bu tip sual 2 dənədir. Topluda trigonometrik dəliklərin ikinci alt başlığının deyəsən ikinci ya üçüncü ya da üçüncü ya dördüncü suallardır. Şərti sualdır. Bu tip sual düşərsə ancaq və ancaq bloka düşə bilər. Buraxışa belə ağır sual gəlməz. Deməli, bizə deyir ki, bu tip tənliklərdə bunu göstərir də bizə. Bu tip tənlikləri həll etmək üçün bərabərliyi ödəyən sinüs alfa ya da kosinüs betanın qiymətlərini tapıb, bu bərabərliyin doğru çıxması üçün sinüs alfa neçə olmalıdır, kosinüs beta neçə olmalıdır qiymətlərini tapıb, ayrı-ayrılıqda həll edirik. Yekunda isə cavab kimi köklərin əkobu götürülür. Ümumiyyətlə, hasildə əbob götürülürdü. Toplama çıxmada 2 dənə funksiyanın cəmindən fərqindən söhbət gedirsə, əkob götürülür. Bunu da öyrənə bilərsiniz. Bayaqçı ilə eyni deyir şagirdlər. Bu görüntü A sinüs alfadır, kosinüsdə betadır. Yəni, burada əmsallar da fərqlidir, bucaqlar da fərqlidir. Amma bircinslərdə bucaqlar eynidir. Fikir verin, bircinslər hansıdır? Bunlar idi də, bircinslərin bucaqları eyni olur, x-ləri eyni olur. Burada bucaqlar da fərqlidir, əmsallardır. Xüsusi tip suallardır, şərti sualdır da. Yəni, sinüs 7x-in qiyməti neçə olsa, kosinüs 2x-in qiyməti neçə olsa, bunların cəmi mənfi 2 eləyir. Ancaq və ancaq bu da mənfi 1 olsa, bu da mənfi 1 olsa. Çünki başqa sinüsün, kosinüsün elə bir qiyməti yoxdur ki, cəmləyəndə sağ tərəf mənfi 2 olsun. Mümkün deyil. Çünki mənfi 1-dən də kiçik ola bilmir.
Sən birindən -2, daha doğru öbürsündən 0 deyə bilmərsən. Niyə? Çünki kosinus sinus -2 ala bilmir axı. Aydın olur. Birinə -1,5, öbürsünə -0,5 deyə bilməz. Çünki -1,5 ola bilmir axı. Ala biləcəyi qiymətlər -1 ilə 1-in arasındadır. Yəni deməli ancaq bu halda doğrudur. Sinus 7x bərabərdir -1 olarsa, kosinus 2x bərabərdir -1 olarsa, bərabərliyin sağ tərəfinin qiyməti -2 alınır. Həll eləyək. 7x bərabərdir. -1 xüsusi haldır. -pi/2 topla 2pk. 7-yə bölsək, -pi/14 topla 2pk bölünsün 7. Kosinusun -1 xüsusi halı. Pi topla 2pk. X də bərabərdir pi/2 topla pk. Bunu çevrədə kəsdirmə yolu da var. Birini pk, birini pm götürüb bir-birinə bərabərləşdirib uzun-uzadı həlləri var. Əslində çox mürəkkəb, dərin sualdır. Əkobla həll eləyə bilərsiniz. Yəni nə deməkdir əkob? Şahidlər. Pi/14 ilə, yəni dövrsüz deyirəm. Bunlar dövrsüz qiymətlərdir. Pi/14 ilə pi/2-nin əkobunu tapacağam. Əkob pi/14. Əkobda mənfilər yazılmaz. Mənfi ədədlərin əkobundan söhbət getmir. Azərbaycan riyaziyyatında. Pi/14 ilə pi/2-nin əkobu elə pi/2-dir şagirdlər. Biri digərinə bölünür. 20 ilə 40-ın əkobu 40-dır da. Biri digərinə bölünəndə əkob böyük götürülür. Pi/14 ilə pi/2-nin əkobu pi/2. Çünki pi/2 özünə də bölünür. Pi/2 pi/14-ə də bölünür. Bölündə tərsinə çevrilir, vurulur. Qabaqdakı əkobunu tapdıq. Sonra keçirik dövrlərin əkobunu tapmağa. Bu dövrlərin indi ayrıqda əkobunu tapacağıq. Əkob 2pk bölünsün 7 dövrü, bir də pk. Hər ikisində k var deyə k ortaqlıq çıxar. Qalar əkobun içində 2pi/7 nöqtə vergül pi. Bunların əkobunu tapın şagirdlər. Bunların əkobunu ya dərəcəyə çevirindəcəm pi də 7-yə bölünmür. Ya məxrəclərin bərabərləşdirin deyərəm. Daha doğrusu. Bunun sürətləri eyni olsun deyə bura yazaram belə. Sürətləri 2pi-dir. 2pi bunların ikisinə də bölünürmü? 2pi piyə bölünür. 2pi/7-yə bölünürmü? Hə, tərsinə çevirdim. Bəli, böldüm. 2pi bunların ikisinə də bölünür. Əkob nədir? Hər ikisinə bölünən ən kiçik ədəd. K vurulsun. Bəli, pi, 2pi. K vurulsun 2pi. Bunların əkobu 2pi elədi. K vurulsun 2pi nə deməkdir? 2pk deməkdir. Deməli, biz qiymətini tapdıq pi/2, dövrünü tapdıq 2pk. Onda yekun cavab götürüləcək əkobların cəmi. Qiyməti pi/2, dövrü 2pk. Pi/2 topla 2pk funksiyanın, bu sualın cavabıdır. Tənliyin həllidir. Növbəti bənzər tip sualdır. Sinus 5x-in qiyməti neçə olmalıdır ki, kosinus 2x-in qiyməti neçə olmalıdır ki, -2-yə vurulanda bunların hesablayında 3 alınsın. Bu -1 olsa, -2, -1-ə vurular nə olar? Müsbət 2. Bu da 1 olsa, cəmləndə eləyəcək 3. Aydındır. Başqa cür 3 ola bilməz. Heç bir qiymətində sağ tərəf 3 çıxmır. Deməli, sinus 5x bərabərdir. Bir tənliyin həll edəcəyik. Sinus 2x bərabərdir. -1 tənliyin həll edəcəyik. Əkoblarını tapacağıq. Bir sinus üçün xüsusi haldır. Pi/2 topla 2pk-dır, səhv etmirəmsə. 5-ə də bölünmək, 5-də 1-ə vurmaq deməkdir. Pi/10, 2pk bölünsün 5. Kosinusun xüsusi halı -1-dir. -1 xüsusi halı pi topla 2pk-dır. 2-yə də bölsək, pi/2 topla pk qalacaqdır. Deməli, birinci nəyələrin qabaqdakı qiymətlərin əkobunu tapırıq. Hər zaman doğrudurmu bu əkobunu tapmaq? Bu tip sual üçün bilmirəm şagirdlər. Yəni, dərin sualdır deyə bunu araşdırmaq lazımdır. Amma şagird abituriyent səviyyəsində, çünki bu videolar hamısı abituriyentlər üçündür və yaxud da təzə müəllimliyə başlayan, özünü yetişdirmək istəyən müəllimlər üçündür. Yəni, abituriyent üçün o qədər dərin sual düşməz. Heç bu səviyyədə sualda indi kim bloka gəlməyibdir, gələrsə öyrənin. Gəlmə ehtimalı varmı? Blok üçün hə var, amma bloka düşə bilməz. Qabaqdakı ifadələrin əkobunu tapacağım. Pi/10-dan pi/2. Deməli, pi/2 pi/10-a bölünür da. Tərsinə bölünür. Hə, bölünür. Elə əkob pi/2-dir.
Çünki pi bölü 2 bunların ikisinə də, özünə də bölünür, pi bölü ona da bölünür. Biri digərinə bölünəndə əkov böyük götürürük. Bir də dövrlərin əkovunu tapacağım. Bəlkə birbaşa k-nı ortaqlıq çıxardım, əkovunu tapım. 2 pi k bölünsün 5. Bir də pi k. K-nı ortaqlığı çıxardığında əkovun içində qalacaq. 2 pi bölünsün 5. Bir də pi. Pi-ni 2 pi bölü 2 kimi yazsam sürətləri bərabərləşər. Elə 2 pi-dir də, bəli, 2 pi-dir. 2 pi bunların hər ikisinə bölünür. K vurulsun, bunların əkovu 2 pi-dir. 2 pi pi-yə də bölünür. 2 pi bölü 5-ə də bölünür. Çünki tərsən çevirib vurulanda 5 qalacaq. Bəli, k vurulsun 2 pi. O da oldu 2 pi k. Deməli, qiymətimiz pi bölü 2, dövrümüz 2 pi k. Cavab oldu pi bölü 2 topla 2 pi k. Yekun cavab budur. Burada bitdi. Növbəti videomuz yəqin ki, loqaritmaya başlayacağıq. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.